Salam əziz izləyicilər. Bugün mən Tixelman ilgəyindən danışmaq istəyirəm. Bu iki borulu sistemlərdə bu iki borulu sistemdir, amma belədir burada. İsti su birinciyə daxil olur, soyuq suda nasusa yaxın yerləşibdir və buradan çıxır. Müqaviməti az olur. Deməli, temperatur asılıdır suyun axma sürətindən. Axma sürəti çox olduqca həcm də çox olur. Buradan keçən suyun həcmi də çox olur və bunu möhkəm qızdıra bilir, vaxt tapır qızdırmağa. Bu ikincidə, üçüncüdə, axırıncıda get-gedə zəifləyir. Çünki burada boruda suyun təzyiqi artır və axım sürəti azalır. Radiatordan axan suyun sürəti azalır. Sürət azalırsa həcm də azalır. Və nəticədə axırıncı radiator zəif qızır. Bu problemi aradan qaldırmaq üçün Tixelmanın belə bir sxemi atılıb ortaya. Amma bu o vaxt olub ki, sistemlər qapalı deyildi. Atmosferə açıq sistemlər idi. Bir çən olurdu. Atmosferin əlaqəsi olan çən. Genişlənmə çəni deyirdilər. Amma dəxli yoxdur. Bu kombidə də işləkdir, yararlıdır və mənimcə ən yaxşısı budur. Baş ağrısı azdır. Bunun fərqi nədir? Burada belə baxanda görünmür, izah edeyim. Deməli, isti su gəlir, buraya girir. Buraya girir. Buradan da çıxıb, qayıdıb gələcək təzədən kombiyə. Amma fikir verin, bu birincidən çıxan su nə qədər yol dolanıb gəlməlidir. Nasusa qədər çox yol dolanmalıdır. Deməli, burada axım sürəti nisbətən az olacaq. Çünki burada təzyiq çoxdur. Müqavimət çoxdur. Suyun axımına mane olan müqavimət çoxdur. Və buradan az həcmdə su axacaq nisbətən. Yəni, bu sxemə nisbətən buradan az axacaq. Və axırıncı yaxşı qızacaq. Çünki bu su birbaşa nasusa yaxın yerdən birləşdiribdir. Nasos çəkib bu qayıdan suyu aparır və burada axım sürəti radiatorun içində çox olur. İndi bunun özünün də bir problemi var. Bunun özünün də problemi nədən ibarətdir? Bu orta nöqtədə təzyiqlər fərqi ən aşağı olur. Ona görə orta radiatorda, hansısa bir orta radiatorda görürsünüz ki, qızma yaxşı getmir. Ortada problem olur. Bunun həlli isə çox sadədir. Yəni, layihələndirmədə orta nöqtəsini, bu boruların orta nöqtəsini salırsınız elə otağa ki, orada 2 radiator olsun. Əgər yoxdursa, alınmırsa, onda tutaq ki, 10 seksiyalı, 10 qabırğalı radiatoru 2 yerə bölürsünüz, 5-ni bu tərəfə qoyursunuz, 5-ni o tərəfə, 5-ni otağa girən kimi, 5-ni də çıxan kimi, yəni aralarında müəyyən qədər məsafə olur. Və bu zaman təzyiqlər fərqinin az olan hissəsi radiatorun üstünə düşmür, hardasa ortasına düşür, oralara düşür. Amma bu radiatorlarda, 2 radiatorda da qızma olur və ola bilsin ki, bir qədər az olacaq, o problem deyil insan üçün. Çünki biz radiatoru qızdırmaq deyil bizim məqsədimiz. Məqsədimiz otağı qızdırmaqdır. Və o 2 radiator bəs eləyirsə otağın qızmasına, eybi yoxdur, qoy radiatorun özündə istilik az olsun, amma qabırğa sayı çoxdur,
otaq yetərincə qızacaq. Və bu belə bir sxemdir. Bunun adına Tixelman ilgəyi deyirlər. Və mən tövsiyə edirəm ki, bu cür yığdırın. Çünki bunun sonra baş ağrısı az olur. Aradan qaldırmaq, əgər qüsul yaranıbsa, nə səbəbdənsə, aradan qaldırmaq da rahat olur. Həm də etibarlıdır. Rahatdır, istifadəyə də rahatdır. Sağ olun, sağlıqla qalın. Kommentə də baxarsınız, mən unudanda bəzən mühüm məlumatı kommentdə yazıram. Abunə olun. Yəni, abunə olan adam daha çox videolara baxacaq, daha çox məlumat əldə eləyəcək və təbii ki, həyatda onun gərəyi olan bir məlumatlar paylaşıram. Sağ olun, sağlıqla qalın.